gündəlik əməlləri nədir ümumiyyətlə Rəcəb ayında? 30 günün əməlləri, ya 29 günsə 29 gün əməlləri nədir? Peyğəmbər buyurur: "Əksiru minəl istiğfar fi şəhri Rəcəb." Əməllərindən biri, qardaşlarım, bacılarım, əməllərindən biri. Çoxlu istiğfar edin. Çoxlu tövbələr edin. Yaxşı. Estağfurullah və əsəluhu tövbə. Ayda 1000 dəfə, bir ayda 1000 dəfə. Bölündə neçədən, 100 gün ərzində. Bu zikirdir, söz deyin. Estağfurullah zəlcəlali vəl ikram min cəmi'uz zunubi vəl asam. 1000 dəfə. İnşallah. Yaxşı. Hədisdə var ki, bütün günahlarını bağışlanır. Bütün günahlarını bu zikir ilə söz. Ay ərzində 1000 dəfə İxlas surəsini oxumaq. Bismillahirrahmanirrahim. Qul huvallahu ehad, Allahus samad. 1000 dəfə ay ərzində oxumaq. Ay ərzində 1000 dəfə la ilahe illallah demək. La ilahe illallah, la ilahe illallah. Bir də Rəcəbin sübhü və axşamı. Deyiblər bu zikir deyil. Rəcəbin hər sübhü və axşamı inşallah. Hər sübh və axşam 70 dəfə bu zikir deyil. Estağfurullah və ətubu iləyh 70 dəfə dedin. Sonra əlləvi qaldır nə Allahumma iğfirli və tub aleyh. Allah mənə bağışla. Özün dönüş elə mənə təmin. 70 dəfə onu deyəndən sonra estağfurullah və ətubu iləyhdən sonra bu sözü deyirsən Allahumma iğfirli və tub aleyhə bir dəfə bunu əlvi qaldırırsan. Axşam da bu cürə təkrarlasan. Hər sübh və axşam bu zikir edin inşallah. Allah buyurur ki, o Rəcəbdə ölsə Allahın razılığı onun üzərindədir. İndi sağ qalsa da ki, başqa nemətlər ölsə. Əgər işdir birdən Rəcəbdə bu zikir eləyir, dünyasını deyirsə, Allah o bəndədən razıdır.